Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif İzzə Nəşriyyatının monitorinqlərə hazırlıq kitabındakı monitorinqdəki sualları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə neçədəyik? 58-dəyik. Monitorinq 6-ya keçdik. Bugün Azərbaycan dili suallarını həll edəcəyik. 2 mətn. İlk mətnimizin adı İlk tibbi yardımdır. Oxuyaq mətnimizi. İlk tibbi yardım qəza və ya ani bir zədələnmə zamanı həkim gələnə qədər zərər çəkənə göstərilən ilkin tibbi müdaxilədir. Bu yardımı düzgün etmək çox vacibdir. Çünki vaxtında və düzgün icra edilmiş ilk tibbi yardım zərər çəkənin həyatını xilas edə və vəziyyətinin ağırlaşmasının qarşısını ala bilər. İlk tibbi yardımın əsas qaydalarını bilmək hər kəs üçün faydalıdır. 1. Qanaxmalar. Əgər zədələnmə zamanı qanaxma baş verərsə, əvvəlcə qanaxmanın qarşısını almaq lazımdır. Kiçik qanaxmalar zamanı yaranın üzərinə təmiz tənzif və ya sarğı qoyaraq onu sıxmaq kifayətdir. Əgər qanaxma güclüdürsə, qanaxan hissəni yuxarı qaldırmaq və yaranın üzərinə basıcı sarğı tətbiq etmək lazımdır. Sınıqlar və burxulmalar. Sınıqlar zamanı zərər çəkənin zədələnmiş nahiyəsini hərəkətsiz vəziyyətə gətirmək çox vacibdir. Sınıq olan nahiyəyə düz taxta, plastik və ya başqa möhkəm əşyalar qoyaraq onu tərpənməz vəziyyətə salmaq lazımdır. Burxulma və çıxıq hallarında isə zədələnmiş ətrafa buz qoymaq və möhkəm sarğı tətbiq etmək kifayətdir. Heç vaxt çıxığı yerinə salmağa çalışmaq olmaz. Bu daha ciddi zədələnmələrə səbəb ola bilər. Yanıqlar. Yanıqlar zamanı ilk növbədə zərər çəkənin yanan paltarını dərhal söndürmək və yanıq sahəsini soyuq su ilə yumaq lazımdır. Yanıqların üzərinə yağ, krem və ya başqa maddələr sürtmək qətiyyən olmaz. Əgər yanıq kimyəvi maddələrdən qaynaqlanarsa, yanıq sahəsini bol miqdarda axar su ilə yumaq vacibdir. Zərər çəkən qızmar mühitdən uzaq tutulmalı və soyuq bir yerdə saxlanılmalıdır. Huşun itməsi və nəfəs darlığı. Zərər çəkən huşunu itiribsə və ya nəfəs almırsa, dərhal onu düz və rahat bir yerə uzatmaq, başını bir qədər arxaya əyərək nəfəs yolunu açmaq lazımdır. Nəfəs almırsa, təcili olaraq süni tənəfəs və ürək masajına başlamaq vacibdir. Bu prosedurlar çox diqqətli və təlimli şəkildə aparılmalıdır. Əks halda zərər çəkənin vəziyyəti daha da ağırlaşa bilər. Zəhərlənmə. Əgər kimyəvi maddə və ya qida zəhərlənməsi baş veribsə, dərhal zərər çəkənə bol su içirmək və onu təcili tibbi yardıma çatdırmaq lazımdır. Bəzi hallarda qusmağa məcbur etmək faydalı olsa da, bəzən bu təhlükəli ola bilər. Ona görə də zəhərlənmə hallarında ən yaxşısı dərhal tibbi yardıma müraciət etməkdir. İlk tibbi yardım göstərərkən soyuqqanlı olmaq, düzgün addımlar atmaq və həkim gələnə qədər zərər çəkənin vəziyyətini sabit saxlamaq çox vacibdir. Unutmayın ki, hər hansı bir tibbi müdaxilə zamanı mütləq professional tibbi yardım çağırmalı və ilk yardım düzgün qaydada aparılmalıdır. Aşağıdakı cümlənin mətndəki hansı abzasa əlavə etmək olar? Ağır yanıq hallarında tibbi yardım çağırılmalıdır. Deməli, bu yanıqlar abzasına uyğundur. Bu da görək neçənci abzasdan başlayır. Bu 1-ci abzasdır, bu 2-ci abzasdır, bu 3-cü abzasdır. Bu isə 4-cü abzasda yanıqlardır. Baxırıq ki, bu hissə ona görə 4-cü abzasa 1-ə uyğundur C. İkinci suala baxırıq. Güclü qanaxma zamanı ilk növbədə nə edilməlidir? Yaranın üzərinə yağ sürtmək, xeyr. Zədələnmiş hissəni yuxarı qaldırıb basıcı sarğı tətbiq etmək. Bəli, bu mətndə də var idi. Baxaq. Deməli, qanaxmalar haqqında burada yazılıbdır və ən sonda deyir, qanaxma güclüdürsə, qanaxan hissəni yuxarı qaldırmaq və yaranın üzərinə basıcı sarğı tətbiq etmək lazımdır. Zərər çəkənə dərman vermək, qan axan hissəni təmiz su ilə yumaq, bunlar yazılmamışdır. Sınıqlar zamanı ilk yardım necə olmalıdır? Zərər çəkəni hərəkətə gətirmək, sınıq olan nahiyəni tərpənməz vəziyyətdə saxlamaq, sınığın üzərinə təmiz tənzif qoymaq və onu sıxmaq, çıxığı yerinə salmaq, düzgün cavab sınıq olan nahiyəni tərpənməz vəziyyətə salmaq. Mətndə də axtarırsınız həmin hissəni, sınıqlar olan hissə buradadır və deyir ki, zərər çəkənin zədələnmiş nahiyəsini hərəkətsiz vəziyyətə gətirmək çox vacibdir. Hərəkətsiz, yəni tərpənməz deməkdir o da. 4-ə baxırıq. Huşunu itirən şəxsə ilk tibbi yardım necə
göstərilməlidir. Dərman vermək, təcili ayağa qaldırmaq, düz yerə uzadıb başını arxaya əymək, soyuq su içirtmək, düzgün cavab düz yerə uzadıb başını arxaya əymək. Bu da mətndə var idi. Baxın, huşun itməsi haqqında burada yazılıb və deyir ki, dərhal onu düz və rahat bir yerə uzadıb başını bir qədər arxaya əymək. Mətndə hansı suala cavab yoxdur? Burxulma zamanı zədələnmiş yerə nə qoymaq lazımdır? Bunun cavabı var idi. Baxın, deməli, burxulma haradaydı? Burada. Deyir ki, sınıq olan nahiyəyə düz taxta, plastik və ya başqa möhkəm əşyalar qoymaq. Deməli, bu var. Sonra, daha doğrusu burxulma haqqında buradadır. Orada da deyir, buz qoymaq lazımdır. Yəni, bunun cavabı var. Sonra B-yə baxaq. Yanıq zamanı hansı maddələri sürtmək olmaz? Bu da var idi ki, deməli, yanıq haqqında 3 nömrəli yerdə yazılıb və burada deyir, yağ, krem və başqa maddələr sürtmək qətiyyən olmaz. Zəhərlənməyə səbəb olan qidalar hansılardır? Bu yox idi mətndə. Ona görə C-ni seçirik. İlk tibbi yardım nədir? Bu isə mətnin əvvəlində bu haqda danışır ki, ilk tibbi yardım qəza və ya ani bir zədələnmə zamanı həkim gələnə qədər zərər çəkənə göstərilən ilkin tibbi müdaxilədir. İlk tibbi yardımla bağlı hansı məlumat yanlışdır? Zəhərlənmə zamanı bol su içirmək lazımdır. Bu düzgündür. Zəhərlənmə burada yazılmışdı və deyir ki, dərhal zərər çəkənə bol su içirmək. Yəni, bu düzgündür. Yanıq sahəsini bol miqdarda soyuq su ilə yumaq vacibdir. Bəli, bu da düzgündür. Burada baxın, yanıq haqqında danışır. Deyir, yanıq sahəsini soyuq su ilə yumaq lazımdır. Sonra ilk tibbi yardım yalnız ciddi zədələnmələrdə göstərilməlidir. Xeyr. Elə yüngül zədələnmələrdə də tibbi yardım göstərmək lazımdır. C variantı səhvdir. Qanaxma zamanı yaranın üzərinə yod sürtmək olmaz. Əslində bu məlumat mətndə yox idi, amma bu da yanlışdır. Daha doğrusu bu da doğrudur. Yəni qanaxma zamanı yaranın üzərinə yod sürtmürük. Yəni bizə onsuz da deyir, yəni mətndə qanaxma zamanı nə etmək lazımdır? Yod sürtmək lazımdır deyə bir şey yox idi. Ona görə aydındır ki, deməli yod sürtmək olmaz qanaxma zamanı. Mətndə nədən söhbət getmir? Tibbi avadanlıqlardan, bəli, elə tibbi avadanlıqlardan söhbət getmir. İlk tibbi yardımın məqsədindən, bəli, elə mətnin əsas mövzusu buydu. Sınıq və burxulmalardan söhbət gedir. Soyuqqanlılıq və düzgün addımlardan da söhbət gedir mətnin sonunda. Bir nəfər qəza nəticəsində huşunu itirib, nəfəs almır. Onun vəziyyətini sabit saxlamaq üçün nə etməlisiniz? Oranı tərk edib həkim çağırmaq, zərər çəkəni rahat bir yerə uzatmaq və başını arxaya əymək, zərər çəkəni evə aparıb evdə müalicə etmək, zərər çəkəni bərk qorxutmaq. Təbii ki, düzgün cavab B variantıdır. Mətndə huşunu itirənə necə yardım göstərmək yazılmışdı. O da B variantındakı kimi qeyd olunmuşdu. 9-a baxırıq. Yanıq yarası zamanı hansı müdaxilə yanlışdır? Yanan paltarın dərhal söndürülməsi, yanıq sahənin soyuq su ilə yuyulması, yanıq yerinə yağ və krem sürtülməsi, zərər çəkənin qızmar mühitdən uzaq tutulması. Düzgün cavab C variantıdır. Bunu bayaq sualı oxuyanda da həmin hissəni oxuduq. Hansı halda zədələnmiş nahiyəni hərəkətsiz saxlamaq vacibdir? Üzr istəyirəm. Burada düzgün cavab sınıq olduqda. Yəni mətndə var idi. Yenidən baxaq. Sınıq zamanı hərəkətsiz vəziyyətə gətirmək lazımdır. Əslində suallar bir-birinə oxşuyur. Mətndə tünd qara hərflərlə yazılmış sözü hansı sözlə əvəz etmək olar? Baxaq, tünd qara rənglə hansı söz yazılıb? Qızmar. Qızmar isti deməkdir. Deməli, ilıq, soyuq, qaynar, sərin, qaynar da olar, bəli, isti də olar, isti yoxdur variantlarda. Qaynarı seçirik, C variantı. 12-də deyir, mətnin əsas fikrinə aiddir. Həkimlik peşəsinin sirləri, yoluxucu xəstəliklər, sağalmayan yaralar, ilk tibbi yardımın əsas qaydaları. Təbii ki, ilk tibbi yardımın əsas qaydaları, məncə bunu müəyyən etmək elə də çətin deyil. D variantı. İnterneti açan kimi mesajlar imkan vermir. Bağladıq və davam edirik.
13-də deyir, cədvəlin hansı hissəsində uyğunluq pozulmuşdur? Səbəb nəticə cədvəli verilib. A-da deyir, qəza və ya ani zədələnmə baş verir. Nəticədə zərər çəkənə ilk tibbi yardım göstərilir. Bəli, bu düzgündür. Kiçik qanaxma zamanı yaranın üzərinə təmiz tənzif qoyulur. Qanaxma dayandırılır. Bəli, bu da düzgündür. Burxulma və çıx hallarında zədələnmiş hissəyə buz qoyulur, ağrı azalır və şişkinlik yüngülləşir. Bu da düzdür. Zədələnmə zamanı qanaxma baş verir. Süni tənəffüs və ürək masajı edilir. Xeyr. Qanaxmada nəyə görə edilsin ki, süni tənəffüs və ürək masajı? Bu huşun itirilməsi zamanı baş verir. Qanaxmada isə sarğı tətbiq edilirdi. D variantında uyğunluq pozulub. Doğru fikirləri seçin. Tibbi hal burxulmada zərər çəkənin yanan paltarlarını söndürmək. Xeyr, təbii ki, yanmayıbsa niyə yanan paltar olsun? Zədələnmiş hissəyə buz qoymaq düzgündür. Yanıqda yanıq sahəni soyuq su ilə yumaq düzgündür. Zərər çəkən düz və rahat bir yerə uzatmaq huş itirilməsi zamanı baş verir. Zəhərlənmə təcili tibbi yardıma çatdırmaq. Bəli. Təmiz tənzifəyə sarğı ilə yaranı sıxmaq. Xeyr, zəhərlənmədə yara olmur. 2, 3, 5 doğru fikirlərdir. B variantı. Aşağıda hansı sözün izahı verilib? Seyrək toxunmuş nazik pambıq parça tənzifdən söhbət gedir. A variantı. Yaralar zamanı istifadə olunur. Yəqin ki, görmüsünüz. Tənzif adlanır. Birinci mətnimizlə əlaqəli suallarımız bitdi. Keçirik səhifə 61-ə. İkinci mətnimizin adı Güc birlikdədir. Oxuyaq, bədii mətindir. Gözəl bir çəmənlikdə bir dəstə göyərçin uçuşurdu. Onların Alabaxta adlı bir başçısı vardı. Alabaxta çox müdrik, dünya görmüş göyərçin idi. Başqa göyərçinlər həmişə onun məsləhətinə qulaq asar, hər əmrinə tabe olardılar. Günlərin bir günü çəmənliyə bir ovçu gəldi. Yerə çoxlu dən səpdi və torunu qurdu və pusquda durdu. Göyərçinlər uçarkən çoxlu dən gördülər. Tələdən xəbərsiz olan quşlar həmin yerə endilər. Yenicə dənləməyə başlamışdılar ki, ovçu torunu çəkdi. Göyərçinlərin hamısını tutdu. Quşlar torda çırpınmağa başladılar. Onlar öz canlarını qurtarmaq üçün çox çalışır, toru dimdikləyir, bir-birini əl-ayağına dolaşırdılar. İşi belə görən Alabaxta dedi. Sakit olun və məni dinləyin. Təklikdə heç birimiz tordan xilas ola bilməyəcəyik. Yaxşısı budur, gücümüzü bir yerə qoyaq. Toru yerdən qoparıb özümüzlə aparaq. Nicat yolumuz ancaq bundadır. Göyərçinlər Alabaxtanın dediyi kimi etdilər. Hamısı birdən güc verdi, toru yerindən qaldırıb onunla birlikdə göyə qalxdılar. Ovçu bu mənzərədən çaşıb qaldı. Fikirləşdi ki, quşlar uzağa gedə bilməzlər. Nə vaxtsa yorulub yerə qonacaqlar. Bu ümidlə göyərçinləri izləməyə başladı. Alabaxta gördü ki, ovçu qarabaqara onları izləyir. Yoldaşlarına dedi, bu insafsız bizdən əl çəkənə oxşamır. Gərək daha da sürətlə uçaq, onun gözündən itək. Axı biz yorulmuşuq, qanadlarımız güclə tərpədirik deyə göyərçinlər ağız-ağıza verib səsləndilər. Özünüz seçin, hansı daha yaxşıdır, ovçuya yem olmaq, yoxsa iradəmizi toplayıb azadlığa çıxmaq? Əlbəttə azadlıq yaxşıdır. Onda iradəli olun, gücünüzü toplayın, daha sürətlə uçun. Azadlığa qovuşmaq eşqi ilə göyərçinlərə güc verdi. Onlar tez bir zamanda gözdən itdilər. Ovçu da təngnəfəs, kör peşman evə geri qayıtdı. Alabaxta dedi, mənim bu yaxınlarda dostum var. Adı Kəsəyəndir. Onun yanına gedək. Kəsəyən toru dişləri ilə kəsər, azadlığa çıxarıq. Göyərçinlər belə də etdilər. Kəsəyənin yuvasının ağzında yerə qondular. Alabaxta dostunu səslədi. Kəsəyən yerin altındakı yuvasından başını çıxarıb Alabaxtanı gördü. Yaxına gəldi, dostundan nə baş verdiyini soruşdu. Sən hələ bu toru kəs, doğra, sonra danışaram, Alabaxta dedi. Kəsəyən bir anın içində toru dişləri ilə doğrayıb tökdü. Alabaxta və bütün göyərçinlər azadlığa çıxdı. Alabaxta əhvalatı necə oldusa, eləcə dostuna nəql etdi. Kəsəyən Alabaxtanın ağlına, göyərçinlərin iradəsinə heyran qaldı. Üzünü göyərçinlərə tutub dedi. Doğrudan da atalar düz deyib. Mətn sualları indi cavablandırırıq. Mətnə əsasən klasteri tamamlaya biləcək fikirləri seçin. Alabaxtaya aid olan fikirləri seçməliyik. Bir dəstə göyərçinin başçısı idi. Bəli. Göyərçinlər onun hər əmrinə tabe olurdular. Bəli, bu da var idi. Hekayəni şişirərək dostuna danışdı. Xeyr, yazılmışdı ki, necə varsa elə danışdı. Müdrik, dünya görmüş göyərçin idi. Bəli, bu da düzgündür. Nicat yolunu toru dimdikləri ilə didməkdə gördü. Xeyr, birlikdə uçaraq toru da qaldırmaqda gördü. 1, 2, 4 doğru fikirlərdir. O da D variantında verilibdir. Mətndə hansı fikir istifadə olunmamışdır? Çox qarışqa bir şiri öldürər, özgəyə quyu qazan özü düşər, birlikdən qüvvət doğar, tək əldən səs çıxmaz.
Burada əsas mövzu, əsas ideya birlik idi. A, C, D variantındakı atalar sözlərinin də ideyası birliyə aid olduğuna görə onları seçmirik. B-ni seçirik. Burada özgəsinə quyu qazan özü düşər. Bununla əlaqəli bir şey yox idi. Mətndə altına xətt çəkilmiş ifadənin mənasına uyğun gələn sözləri seçin. Burada nəql etmək sözünün altına xətt çəkilmişdi. Nəql etmək danışmaq deməkdir. Yəni birinci oxumaq, bölüşmək, söyləmək də olar. Bəli, 1 və 4 D variantı. Mətnə görə doğru deyil. Hadisələr gözəl bir çəmənlikdə baş vermişdi. Mətnin mövzusu birlik və dostluqdur. Hadisələr isti bir yay günü baş vermişdi. Mətnin baş qəhrəmanı Alabaxtadır. Burada düzgün cavab C variantıdır. Çünki mətndə necə yazılmışdı? Baxaq. Gözəl bir çəmənlikdə olması var mətndə və əsas qəhrəman da Alabaxtadır. İdeya da güc birlikdədir. Yəni digər 3 variant uyğundur. Amma hadisələrin isti bir yay günü baş verməsi belə bir məlumat yoxdur, tapa bilmirik. Ona görə başa düşürük ki, bu səhvdir. Çünki digərləri doğrudur. Uyğunsuzluğu müəyyən edin. Alabaxta müdrik dünya görmüş göyərçin idi. Bəli, düzdür. Göyərçinlər toru dimdikləyib azadlığa çıxdılar. Yanlışdır. Bəli, yanlışdır. Göyərçinlər Alabaxtanın sözünə əməl etdilər. Doğrudur. Bəli. Kəsəyən toru doğrayıb göyərçinləri xilas etdi. Yanlışdır. Xeyr, yanlış deyil. Doğrudur. D variantında uyğunsuzluq var. Mətnin sonuncu cümləsini tamamlayın. Sonda deyir ki, kəsəyən, yenidən baxaq, kəsəyən deyir ki, atalar düz deyib. Yəni bu mövzuda atalar nə deyibdir? Baş-başa verməyincə dağ yerindən qalxmaz, əmək insanı ucaldar, azaqanı olmayan çoxa yetişməz, ana kimi yar olmaz, vətən kimi diyar. Düzgün cavab A variantıdır. Yəni A variantındakı atalar sözü birliyə aiddir. Baş-başa verməyincə dağ yerindən qalxmaz. Verilmiş epizod hansı obraza aiddir? Onda iradəli olun, gücünüzü toplayın, daha sürətli uçun. Buna Alabaxta deyir. B variantı. Mətndə də təkrarlayaq həmin hissəni. Deməli, burada Alabaxta birinci deyir, sonra onlar cavab verir, biz yorulmuşuq. Sonra davamında yenə Alabaxta deyir ki, iradəmizi toplayıb azadlığa çıxmaq. Sonra digər göyərçinlər cavab verir. Sonra yenə Alabaxta deyir. Onda iradəli olun, gücünüzü toplayın, daha sürətli uçun. 23-cü suala baxırıq. Hansı epizod ovçunun körpeşman qayıtdığını göstərir? Göyərçinlər kəsəyənin yanına gedir. Quşlar torta çırpınmağa başlar. Quşlar yorulub qanadlarını güclə tərpədir. Göyərçinlər azadlıq eşqi ilə tez bir zamanda gözdən itdi. Düzgün cavab D variantıdır. Bu da mətndə var idi bu hissə. Deməli, azadlığa qovuşmaq eşqi ilə göyərçinlərə güc verdi. Onlar tez bir zamanda gözdən itdilər. Ovçu da təngnəfəs, kör peşman evə qayıtdı. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Alabaxtaya aid doğru fikir sonda təslim olmur. Xeyr. Göyərçinlərə yol göstərir. Bəli. 2 doğrudur. Kəsəyən dostunu xilas edir. Bəli. Toru kəsməyə bacarmır. Xeyr, bacarır. Ovçu göyərçinləri tutmağı bacarır. Xeyr, bacarmır. Göyərçinləri qara-qara izləyir. Bəli. 2, 3, 6 uyğundur bunlara. D variantı. Mətnə əsasən ardıcılığı müəyyən edin. Ovçunun toru çəkməsi, ovçunun çaşıb qalması, göyərçinlərin çəmənlikdə uçması, ovçunun körpeşman evə qayıtması. Əvvəlcə göyərçinlər çəmənlikdə uçurlar. Sonra ovçu toru çəkir, onları tutur. Sonra onlar yuxarı uçurlar torla birlikdə və ovçu çaşıb qalır. Sonra isə ovçunun körpeşman evə qayıtması. 3, 1, 2, 4 A variantı. Ovçu çaşıb qalmışdı, çünki göyərçinlər sürətlə uçub gözdən itdi. Göyərçinlər toru yerindən qaldırıb göyə qalxdı. Kəsəyən toru dişləri ilə doğrayıb tökdü. Göyərçinlər tərədən xəbər tutdu. Düzgün cavab göyərçinlər toru yerindən qaldırıb göyə qalxanda ovçu təəccüblənir. Baxın, burada yazılıbdır. Deməli, toru yerindən qaldırıb onunla birlikdə göyə qalxdılar. Ovçu bu mənzərədən çaşıb qaldı. Sonra mətndə hansı suala cavab tapmaq mümkün deyil. Alabaxta nicat yolu nədən gördü? Bu var idi. Birlikdə uçmaqda. Ovçu hansı mənzərədən çaşıb qaldı? Biz indicə onu oxuduq həmin hissəni. Göyərçinləri toru yerindən qaldırıb göyə qalxanda çaşıb qaldı. Ovçuya toru qurmaqda kim kömək etdi? Bu yox idi mətndə. Göyərçinlərə nə güc verdi? Alabaxtanın sözləri bu da var idi. Altından xətt çəkilmiş birləşməni hansı ifadə ilə əvəz etmək olar? Göyərçinlər həmişə onun məsləhətinə qulaq asır, hər əmrinə tabe olurlar. Qulaq asmaq, əməl edər, tabe olar, şad olar,
ümid edər, məsləhətlərinə əməl edər, daha uyğundur. Hansı fikir kəsəyinin xarakterinə uyğundur? Dost dar gündə tanınar, ağıl yaşla ölçülməz, yalan ayaq tutar amma yeriməz, oğru ilə qışqırdı, doğrunun bağrı yarıldı. Dost dar gündə tanınar, o dostluq edir, kömək edir çətin günlərində. Ona görə A variantı uyğundur. Hadisələrdən biri mətndə öz əksini tapmayıb. Göyərçinlər azadlığa çıxmağı seçdi. Bəli. Kəsəyin göyərçinlərin iradəsini qısqandı. Xeyr, belə bir fikir yox idi mətndə. Alabaxta əhvalatı kəsəyənə danışdı. Bəli, mətnin sonunda yazılmışdı. Göyərçinlər tələdən xəbərsiz idi. Bəli, təbii ki, xəbərsiz idi. Bəli, 30 sualın sonuna gəldik, çatdıq. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.